Salam əziz izləyicilərim, hörmətli təqaüdçülərimiz. Bugün sizinlə son dərəcə vacib bir məlumatı bölüşmək üçün toplaşmışıq. Bu məlumat sizin hər birinizə, istisnasız olaraq hər bir təqaüdçümüzə birbaşa təsir edir və əmin olun ki, bu videonu sonuna qədər izləmədən heç bir addım atmayın. Düşünürəm ki, bu son zamanlar pensiya fondundan aldığımız ən kritik bildirişlərdən biridir. Və əgər siz buna laqeyd yanaşsaz, ciddi problemlərlə üzləşə bilərsiniz. Bu, sizin pensiya ödənişlərinizin davamlılığı ilə bağlıdır. Xahiş edirəm, elə indi kanalıma abunə olun və bu videonu bəyənin ki, daha çox təqaüdçü bu həyati vacib məlumatdan xəbərdar ola bilsin. Söhbət sizin pensiya təminatınızın gələcəyindən gedir. Əziz dostlar, əvvəlcə gəlin problemin mahiyyətini başa düşək. Necə idi? İndi necə oldu? Uzun illərdir ki, pensiya ödənişləri əsasən iki formada həyata keçirilirdi. Ya bank kartı vasitəsilə, ya da bəzi yaşlı təqaüdçülərimiz üçün poçt şöbələri və ya evə çatdırılma xidməti ilə nağd şəkildə. Bu sistemdə müəyyən boşluqlar və sui-istifadə halları, bəzən isə sadəcə inzibati xətalar mövcud idi. Məsələn, bəzən vəfat etmiş şəxslərin adından uzun müddət pensiya alınması halları ilə qarşılaşırdıq. Bu, həm büdcəyə ziyan vurur, həm də bütün sistemə olan etibarı sarsıtırdı. Digər tərəfdən, bəzi vətəndaşlarımız yaşadıkları ünvanları dəyişsələr də, bu barədə pensiya fonduna məlumat verməkdə gecikirdilər. Nəticədə, poçt xidmətləri vasitəsilə pensiyaların çatdırılmasında çətinliklər yaranırdı. Bəzən isə şəxsiyyət vəsiqələrinin vaxtı bitir. Lakin təqaüdçülər bunu yeniləməyə tələsmirdilər. Bu da gələcəkdə müəyyən problemlər yaradırdı. Bu problemləri aradan qaldırmaq, pensiya sisteminin şəffaflığını və effektivliyini artırmaq məqsədi ilə pensiya fondu tərəfindən yeni bir qayda tətbiq olunur. Bu qayda əsasən təqaüdçülərin hər il müəyyən bir dövrdə öz şəxsiyyətlərini yenidən təsdiq etmələri və yaşayış yerləri, əlaqə məlumatları ilə bağlı məlumatları aktual vəziyyətdə saxlamaq üçün nəzərdə tutulub. Əvvəllər bu proses avtomatlaşdırılmışdı və ya illərdir ki, təqaüdçünün bank kartı vasitəsilə pensiya alması onun sağ olduğunu və pensiya almağa davam etdiyini təsdiq edən bir növ mexanizm hesab edilirdi. Lakin indi yeni dövrün tələblərinə uyğun olaraq daha müasir, etibarlı və şəffaf bir sistemə keçid edilir. Bu dəyişiklik pensiya ödənişlərinin ünvanlılığını təmin etmək və sui-istifadə hallarının qarşısını almaq üçün çox vacibdir. Daha ətraflı desək, pensiya fondu bütün təqaüdçülərdən, xüsusilə də son 3 ildə heç bir yenilənmə aparmayanlardan məlumatlarını yenidən qeydiyyatdan keçirmələrini tələb edir. Bu, sizin pensiya ödənişlərinizin dayandırılmaması üçün zəruri bir addımdır. İndi gəlin əsas hissəyə keçək. Nəyi bilməlisiniz, kimlər narahat olmalı, kimlər narahat olmamalıdır? Bu hissəni çox diqqətlə dinləyin. Çünki burada sizin üçün konkret nümunələr və rəqəmlər təqdim edəcəyəm. Nəyi bilməlisiniz? Pensiya fondu tərəfindən tətbiq edilən yeni qaydaya əsasən, hər bir təqaüdçü ildə bir dəfə öz şəxsiyyətini təşdiqləməlidir. Bu, əsasən elektron hökumət portalı, asan xidmət mərkəzləri və ya pensiya fondunun yerli şöbələri vasitəsilə həyata keçiriləcək. Məlumatların yenilənməsi üçün müəyyən edilmiş son tarix cari ilin, məsələn, 30 sentyabr tarixidir. Bu tarixə qədər məlumatlarını yeniləməyən təqaüdçülərin pensiya ödənişləri müvəqqəti olaraq dayandırıla bilər. Bu, sadəcə bir xəbərdarlıq deyil, reallıqdır. Ödənişlər dayandırıldıqdan sonra bərpa prosesi bir qədər vaxt ala bilər və bu dövr ərzində siz maddi çətinliklərlə üzləşə bilərsiniz. Ona görə də bu son tarifi qətiyyən unutmayın və heç bir halda yubandırmayın. Pensiya ödənişlərinin bərpası üçün müraciət etdikdən sonra sənədlərin yoxlanılması və qərarın qəbulu adətən ən azı 10-15 iş günü çəkir. Bu isə o deməkdir ki, siz bir ay və ya daha çox müddət ərzində pensiyasız qala bilərsiniz. Kimlər narahat olmalı? Bu yeni qayda ilk növbədə aşağıdakı kateqoriyalara aid olan təqaüdçüləri narahat etməlidir. 1. Poçt vasitəsilə və ya evə çatdırılma ilə nağd şəkildə pensiya alan şəxslər. Bu kateqoriyaya aid olan təqaüdçülər adətən daha yaşlı və ya sağlamlıq imkanları məhdud olan şəxslərdir. Onların sistemdəki məlumatlarının yenilənməsi daha çətin ola bilər.
Çünki onlar elektron xidmətlərdən az istifadə edirlər. Nümunə 1. Tutaq ki, 78 yaşlı Əhməd baba Bakının Xətai rayonunda yaşayır və 15 ildir ki, hər ay pensiyasını poçtalyon vasitəsilə evdə alır. O, heç vaxt bank kartı istifadə etməyib, kompüterdən istifadə etməyi bilmir və asan xidmətə getməkdə çətinlik çəkir. Onun şəxsiyyət vəsiqəsinin vaxtı 2020-ci ildə bitib və o, hələ də köhnə vəsiqə ilə yaşayır. Əhməd baba üçün bu ciddi bir problemdir. O, mütləq yeni şəxsiyyət vəsiqəsi almalı və məlumatlarını yeniləmək üçün ya bir ailə üzvündən kömək istəməli, ya da pensiya fondunun yerli şöbəsinə müraciət etməlidir. Əgər Əhməd baba 30 sentyabr tarixinə qədər bu addımları atmasa, oktyabr ayında onun 420 manatlıq pensiya ödənişi dayandırılacaq. Bu isə onun üçün böyük maddi çətinlik yaradacaq. Çünki o, bütün xərclərini pensiyası ilə qarşılayır. Pensiya bərpa edilsə belə, bu müddətdə Əhməd baba müraciət etmək, sənədlər toplamaq və gözləmək məcburiyyətində qalacaq. 2. Son 3-5 ildə şəxsiyyət vəsiqəsini yeniləməmiş və ya ünvanını dəyişib pensiya fonduna məlumat verməmiş şəxslər. Bu halda sistemdəki məlumatlarınız köhnə ola bilər və bu, sizin şəxsiyyət təsdiqləmə prosesinizi çətinləşdirə bilər. Nümunə 2. 65 yaşlı Fatma nənə Lənkəran şəhərində yaşayır. O, 2018-ci ildən bəri bank kartı vasitəsilə pensiya alır. Amma 2019-cu ildə yaşadığı ünvanı dəyişib və kənddən şəhər mərkəzinə köçüb. Yeni ünvanda qeydiyyatdan keçib, lakin bu barədə pensiya fonduna məlumat verməyib. Onun şəxsiyyət vəsiqəsinin vaxtı isə 2021-ci ildə bitib. Fatma nənə hesab edir ki, bank kartı ilə pensiya aldığı üçün ona heç bir dəyişiklik lazım deyil. Lakin o yanılır. Pensiya fondu Fatma nənənin yenilənmiş şəxsiyyət vəsiqəsi məlumatlarını və aktual ünvan qeydiyyatını tələb edəcək. Əgər o, bu məlumatları yeniləməsə, onun pensiya ödənişləri dayandırıla bilər. Fatma nənə 380 manat pensiya alır və bu vəziyyət onun üçün gözlənilməz problemə çevrilə bilər. O, asan xidmətə gedib, şəxsiyyət vəsiqəsini yeniləməli və ardınca pensiya fondunun yerli şöbəsinə məlumat verməlidir. 3. Ölkə xaricində yaşayan və ya müalicə olunan təqaüdçülər, onların şəxsiyyətlərinin təsdiqlənməsi prosesi daha mürəkkəb ola bilər. Çünki fiziki olaraq ölkədə deyirlər. Nümunə 3. 70 yaşlı Cəlil müəllim uzun illərdir ki, Almaniyada yaşayan qızının yanında yaşayır və pensiyasını Azərbaycan bank hesabına alır. Onun şəxsiyyət vəsiqəsinin vaxtı keçib. Cəlil müəllim fiziki olaraq Azərbaycana gələ bilmir. Belə hallarda o, Azərbaycanın Almaniyadakı səfirliyi və ya konsulluğu vasitəsilə müvafiq sənədləri təsdiqlətməli və pensiya fonduna göndərməlidir. Bu proses bir neçə həftə, bəzən isə aylarla çəkə bilər. Əgər Cəlil müəllim bu prosesi vaxtında başlamazsa, onun pensiya ödənişləri dayandırılacaq. Hətta bank hesabı mövcud olsa belə, pensiya fondunun yeni qaydaları tələb edir ki, təqaüdçü sağ və pensiya almağa haqqı olduğunu təsdiqləsin. Cəlil müəllim üçün 550 manatlıq pensiyanın dayandırılması onun həyat səviyyəsinə ciddi təsir edəcək. Kimlər narahat olmalı? Əgər siz son 2-3 il ərzində şəxsiyyət vəsiqənizi yeniləmisiniz, bütün məlumatlarınız elektron hökumət portalında aktualdır və siz pensiyanızı bank kartı vasitəsilə alırsınızsa, böyük ehtimalla narahat olmağa ehtiyac yoxdur. Sizin məlumatlarınız çox güman ki, avtomatik olaraq yenilənib və təsdiqlənib. Amma tam əmin olmaq üçün elektron hökumət portalına daxil olub, şəxsi məlumatlarınızı yoxlamağınız məsləhətdir. Xüsusən də mobil nömrəniz, ünvanınız və şəxsiyyət vəsiqənizin etibarlılıq müddəti kimi detalları yoxlayın. Əgər siz aktiv internet istifadəçisisinizsə və asan imza və ya elektron imzadan istifadə edirsinizsə, ehtimal ki, siz bu prosesi artıq avtomatik olaraq tamamlamışsınız. Nümunə 4. Cavanşir müəllim, 62 yaş, Bakıda yaşayır. O, təxminən 1 il əvvəl təqaüdə çıxıb. Bütün sənədləşmə prosesini azan xidmətdə elektron qaydada həyata keçirib, yeni nəsil şəxsiyyət vəsiqəsi var, mobil nömrəsi qeydiyyatlıdır və bank kartı vasitəsilə pensiya alır. Cavanşir müəllim,
elektron hökumət portalından tez-tez istifadə edir və onun bütün məlumatları sistemdə aktualdır. Belə olan halda Cavanşir müəllimin heç bir əlavə addım atmasına ehtiyac yoxdur. Onun məlumatları avtomatik olaraq təsdiqlənəcək və pensiya ödənişləri davam edəcək. O, bu qaydanın ona aid olmadığını bilir və narahat olmur. Lakin o, ehtiyatlı davranaraq hərdən bir elektron hökumət portalına daxil olub, öz məlumatlarını yenidən yoxlayır. İndi gəlin ikinci əsas hissəyə, yəni qaydalardakı istisnalara, tələlərə və qeyri-aşkar nüanslara nəzər salaq. Bu, bəzən təqaüdçülərimizin gözündən qaçan, lakin böyük əhəmiyyət kəsb edən detallardır. Qaydalardakı istisnalar. Hər bir qaydada olduğu kimi, burada da müəyyən istisnalar var. 1. Yataq xəstələri və hərəkət qabiliyyəti məhdud olan şəxslər. Əgər təqaüdçü ağır xəstəlik səbəbindən yataq xəstəsidirsə və ya hərəkət qabiliyyəti o qədər məhduddur ki, asan xidmətə və ya pensiya fondunun şöbəsinə gedə bilmirsə, bu halda həmin şəxsin yaxın qohumları, öhdəçiləri tərəfindən müvafiq sənədlərlə həkim arayışı, şəxsiyyət vəsiqəsi müraciət edilə bilər. Hətta bəzi hallarda pensiya fondunun əməkdaşları müraciət əsasında təqaüdçünün evinə gələrək şəxsiyyət təsdiqləmə prosesini həyata keçirə bilərlər. Bu, əsasən yaşlı və tək yaşayan, köməkçisi olmayan şəxslər üçün nəzərdə tutulmuş bir xidmətdir. Lakin bu xidmət adətən qısa müddət ərzində və məhdud sayda təqaüdçüyə şamil edilir. Buna görə də vaxtında müraciət etmək vacibdir. Məsələn, 85 yaşlı Zeynəb nənə iflic keçirdiyi üçün yataq xəstəsidir. Onun pensiyasını qardaşı oğlu kartından alır. Qardaşı oğlu pensiya fonduna müraciət edərək Zeynəb nənənin xəstəlik tarixçəsini və ev ünvanını təqdim etməlidir. Fondun əməkdaşı müvafiq sənədləri yoxladıqdan sonra Zeynəb nənənin evinə gələrək onun şəxsiyyətini təsdiqləyə bilər. 2. Azyaşlılar üçün təyin olunmuş pensiyalar. Məsələn, vəfat etmiş ailə üzvünün pensiyası. Bu hallarda pensiya adətən uşağın qəyyumu və ya valideynlərindən biri tərəfindən alınır. Qəyyum və ya valideynin şəxsiyyət vəsiqəsi və uşağın doğum haqqında şəhadətnaməsi ilə məlumatlar yenilənə bilər. Burada əsas məsuliyyət qəyyumun üzərinə düşür. Onun öz məlumatları və uşağın məlumatları aktual olmalıdır. Məsələn, 10 yaşlı Əlinin atası vəfat edib və o, atasına görə pensiya alır. Pensiya Əlinin anasının bank kartına köçürülür. Ananın şəxsiyyət vəsiqəsi və ünvan məlumatları aktual olmalıdır. Əgər ananın məlumatlarında dəyişiklik varsa, o da eyni ilə yuxarıda qeyd olunan qaydada onları yeniləməlidir. 3. Əlilliyi olan şəxslər. Bəzi əlilliyi olan şəxslər üçün, məsələn, görmə məhdudiyyəti olanlar, xüsusi dəstək mexanizmləri mövcud ola bilər. Onlar üçün yazılı formada məlumatlandırma və ya telefon vasitəsilə konsultasiya xidmətləri daha geniş şəkildə təqdim edilə bilər. Lakin bu, onların şəxsiyyətini təsdiqləməkdən azad etmir. Yalnız prosesin asanlaşdırılmasına xidmət edir. Tələlər və qeyri-aşkar nüanslar. 1. Yanlış məlumatlara etibar etmək. Sosial şəbəkələrdə, qeyri-rəsmi internet saytlarında və ya bəzi bilən qonşularınızdan eşitdiyiniz hər məlumata inanmayın. Pensiya fondu ilə bağlı bütün məlumatları rəsmi mənbələrdən, pensiya fondunun saytından, asan xidmətin rəsmi səhifələrindən və ya birbaşa şöbələrinə zəng etməklə dəqiqləşdirin. Bir çox hallarda yayılan şayələr təqaüdçüləri çaşdırır və yanlış qərarlar qəbul etmələrinə səbəb olur. Pensiya fondunun, məsələn, 190 nömrəli qaynar xəttinə zəng etməklə istənilən məlumatı dəqiqləşdirə bilərsiniz. 2. Son tarixi yubandırmaq. Ən böyük tələb budur. Bir çox təqaüdçü hələ vaxt var düşüncəsi ilə prosesi son ana qədər təxirə salır. Lakin son günlərdə asan xidmət mərkəzlərində və pensiya fondunun şöbələrində böyük növbələr yaranır, sistem yüklənir və siz vaxtında xidmət ala bilməyə bilərsiniz. Bu isə pensiyanızın dayandırılmasına səbəb ola bilər. Təsəvvür edin ki, son gün bütün təqaüdçülər eyni anda asan xidmətə axışır. Bu, böyük xaos və çətinliklər yaradır. Ona görə də bu prosesi indi vaxt varkən həyata keçirin. 3. Sənədlərin tam olmaması.
Müraciət edərkən tələb olunan bütün sənədləri tam şəkildə təqdim etməmək də prosesi uzada bilər. Pensiya fondunun əməkdaşı sizdən əlavə sənədlər tələb edərsə, onları toplamaq üçün əlavə vaxt itirəcəksiniz. Bu barədə birazdan ətraflı danışacağıq. 4. Müxtəlif növ pensiyalar. Bilin ki, qocalığa görə pensiyalar, əlilliyə görə pensiyalar və ailə başçısını itirməyə görə pensiyalar üçün tələblər bir qədər fərqli ola bilər. Məsələn, əlilliyə görə pensiya alan şəxslərdən əlillik qrupunun yenidən qiymətləndirilməsi barədə sənədlər də tələb oluna bilər. Ailə başçısını itirməyə görə pensiya alanlar üçün isə öhdəçiliyin davam etməsi və ya tələbənin təhsilini davam etdirməsi barədə sənədlərin təqdim edilməsi zəruri ola bilər. Hər bir hal fərdi şəkildə nəzərdən keçiriləcəkdir, lakin ümumi prinsip eynidir. Məlumatlarınız aktual olmalıdır. 5. Vətəndaşlığın dəyişməsi. Əgər təqaüdçü başqa bir ölkənin vətəndaşlığını qəbul edibsə, bu barədə pensiya fonduna məlumat verməlidir. Bu, onun pensiya alma hüququna təsir edə bilər. Bəzi beynəlxalq sazişlər çərçivəsində pensiya ödənişləri davam edə bilər, lakin bu barədə ətraflı məlumat pensiya fondundan alınmalıdır. İndi isə gəlin ən vacib hissəyə, yəni sizin konkret olaraq hansı addımları atmanız lazım olduğuna nəzər salaq. Bu hissəni özünüz üçün qeyd edin və ya kiməsə qeyd etdirin. Praktik məsləhətlər. Nə etməlisiniz? 1. Əddin 1. Şəxsiyyət vəsiqənizi yoxlayın. İlk növbədə şəxsiyyət vəsiqənizin etibarlılıq müddətini yoxlayın. Əgər vaxtı bitibsə və ya bitməsinə yaxın qalıbsa, məsələn, son 3 ay ərzində, dərhal yeni şəxsiyyət vəsiqəsi almaq üçün asan xidmət mərkəzlərinə müraciət edin. Unutmayın ki, yeni vəsiqənin hazırlanması bir neçə iş günü çəkə bilər. Ona görə də vaxt itirməyin. Əgər şəxsiyyət vəsiqənizdə hər hansı bir səhv və ya uyğunsuzluq varsa, bu da düzəldilməlidir. Köhnə tipli şəxsiyyət vəsiqəsi olanların yeni nəsil vəsiqəyə keçmələri də çox məsləhətdir. Çünki yeni vəsiqələrdə bütün məlumatlar elektron daşıyıcıda yerləşir və bu, gələcək prosesləri daha da asanlaşdırır. 2. Əddim 2. Ünvan qeydiyyatınızı yoxlayın. Yaşayış yerinizi dəyişmisinizsə, lakin pensiya fonduna və ya müvafiq qurumlara bu barədə məlumat verməmisinizsə, qeydiyyatınızı yeniləyin. Bu məlumatların aktual olması həm sizə, həm də pensiya fonduna gələcəkdə potensial problemlərdən qaçmağa kömək edəcək. Ünvan qeydiyyatı ilə bağlı dəyişiklikləri asan xidmət mərkəzlərində və ya Dövlət Miqrasiya Xidmətinin müvafiq şöbələrində həyata keçirə bilərsiniz. Unutmayın ki, pensiya fondu pensiyaçılarla əlaqə qurmaq üçün qeydiyyatda olan ünvan məlumatlarından istifadə edə bilər. Əgər sizin ünvanınız köhnədirsə, siz vacib bildirişləri ala bilməyəcəksiniz. 3. Addım 3. Məlumatları yenilənmə üsulu seçin. Məlumatlarınızı yeniləmək üçün bir neçə üsul mövcuddur. Elektron hökumət portalı e-gov.az. Əgər siz aktiv internet istifadəçisinizsə və asan imza və ya elektron imzaya sahibsinizsə, bu ən asan və sürətli yoldur. Portalda şəxsi kabinetinizə daxil olaraq pensiya fondunun xidmətləri bölməsinə keçin və pensiyaçı məlumatlarının yenilənməsi xidmətini seçin. Orada sizin üçün təqdim olunan formanı doldurun və lazım gələrsə şəxsiyyət vəsiqənizin skan olunmuş surətini əlavə edin. Bütün prosesi evinizdən çıxmadan həyata keçirə bilərsiniz. Bu üsul xüsusən də gənc təqaüdçülərimiz üçün çox rahatdır. Məlumatları doldurarkən hər bir xananı diqqətlə yoxlayın və səhv etməyin. B. Asan xidmət mərkəzləri. Əgər elektron xidmətlərdən istifadə etməkdə çətinlik çəkirsinizsə, ölkənin istənilən asan xidmət mərkəzinə müraciət edin. Sizə asan xidmətin operatorları kömək edəcək. Yanınızda mütləq şəxsiyyət vəsiqəniz, pensiya vəsiqəniz, əgər varsa, və sizə aid olan digər sənədlər, məsələn, əlilliklə bağlı sənədlər, vəkalətnamə və s. olmalıdır. Asan xidmətə gedərkən elektron növbə götürməyi və ya öncədən onlayn qeydiyyatdan keçməyi unutmayın ki, vaxt itirməyəsiniz. Məsələn, siz asan xidmətin saytından və ya mobil tətbiqindən istifadə edərək əvvəlcədən növbə sifariş edə bilərsiniz. Bu, sizin saatlarla növbədə gözləməyinizin qarşısını alacaq.
pensiya fondunun yerli şöbələri. Yaşadığınız ərazi üzrə pensiya fondunun yerli şöbəsinə birbaşa müraciət edə bilərsiniz. Bu halda da yuxarıda qeyd olunan sənədləri özünüzdə götürün. Şöbədə sizin müraciətiniz qəbul ediləcək və məlumatlarınız yenilənəcək. Bu üsul daha çox poçt vasitəsilə pensiya alan və ya elektron xidmətlərdən uzaq olan yaşlı təqaüdçülərimiz üçün nəzərdə tutulub. Məsələn, kənd yerlərində yaşayanlar üçün pensiya fondunun rayon şöbəsi ən əlçatan seçim ola bilər. Burada sizi fərdi olaraq qəbul edib suallarınızı cavablandıracaqlar. Addım 4. Hansı sənədləri toplamalısınız? Məlumatlarınızı yeniləmək üçün əsasən aşağıdakı sənədlər tələb olunur. Şəxsiyyət vəsiqəsi, orijinal və surəti, etibarlılıq müddəti keçməmiş olmalıdır. Pensiya vəsiqəsi, əgər varsa, bank kartının rekvizitləri, əgər pensiyanı karta alırsınızsa, əlaqə nömrəsi, aktiv mobil nömrə və e-mail ünvanı, əgər varsa. Bu, sizinlə əlaqə saxlamaq üçün vacibdir. Ünvan qeydiyyatı ilə bağlı sənəd, əgər şəxsiyyət vəsiqənizdə qeydiyyat ünvanı aktual deyilsə və ya ünvanınızı dəyişmisinizsə, yataq xəstələri və ya hərəkət qabiliyyəti məhdud olan şəxslər üçün həkim arayışı, səlahiyyətli şəxsin, qohumun şəxsiyyət vəsiqəsi və notarial qaydada təsdiq olunmuş vəkalətnamə. Vəkalətnamədə pensiya ilə bağlı məsələləri həll etmək hüququnun olması qeyd olunmalıdır. Ölkə xaricində yaşayan şəxslər üçün Azərbaycanın xaricdəki səfirliyi və ya konsulluğu tərəfindən təsdiq edilmiş sağ olması barədə arayış və şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surəti. Bu sənədlər poçt vasitəsilə pensiya fonduna göndərilməlidir. Bu proses bir qədər vaxt aldığından dərhal bu addımları atmağınız tövsiyə olunur. Addım 5. Nə yazmalısınız? Pensiya fondunun yerli şöbəsinə və ya asan xidmətə müraciət edərkən sizdən ərizə yazmaq tələb oluna bilər. Ərizədə əsasən öz şəxsi məlumatlarınızı, ad, soyad, ata adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, fərdi identifikasiya nömrəsi, FIN, pensiya növü, pensiya nömrənizi, əgər bilirsinizsə, və məlumatlarınızı yeniləmək istədiyinizi qeyd etməlisiniz. Həmçinin əlaqə məlumatlarınızı, mobil nömrə, ünvan dəqiq göstərin. Ərizə nümunələri adətən həmin qurumlarda mövcud olur və sizə ərizəni doldurmaqda kömək edəcəklər. Əgər elektron hökumət portalından istifadə edirsinizsə, orada müvafiq formaları dolduracaqsınız. Ərizə yazmağa ehtiyac olmayacaq. Əziz təqaüdçülər, bir daha qeyd etmək istəyirəm ki, bu məlumatlar sizin maddi rifahınız üçün həyati əhəmiyyət kəsb edir. Pensiya təminatınızın davamlı olması üçün bu addımları vaxtında və diqqətlə atmanız çox vacibdir. Yuxarıda qeyd etdiyim son tarixi qətiyyən unutmayın. Vaxtında hərəkət etmək sizi gələcəkdə yarana biləcək böyük baş ağrılarından, maddi çətinliklərdən və əlavə bürokratik proseslərdən xilas edəcək. Pensiya ödənişlərinin dayandırılması, bərpa prosesi və bu müddət ərzində maddi sıxıntı çəkmək heç kimə lazım deyil. Hər bir detalın üzərindən təkrar keçin. Öz vəziyyətinizə uyğun olan hissəni müəyyənləşdirin və dərhal hərəkətə keçin. Sonda bir daha sizdən xahiş edirəm ki, bu videonu bəyənin, kanalıma abunə olun və ən əsası bu məlumatları sizin kimi digər təqaüdçülərimizlə, qonşularınızla, qohumlarınızla, dostlarınızla paylaşın. Onlar bu məlumatdan xəbərsiz ola bilərlər. Birlikdə bu vacib məlumatın hər kəsə çatmasına kömək edək. Öz fikirlərinizi, suallarınızı və bu mövzu ilə bağlı yaşadığınız təcrübələri şərhlər bölməsində yazın. Mən bütün şərhləri oxuyuram və onlara cavab verməyə çalışıram. Sağlam qalın, pensiyanız bərəkətli olsun. Növbəti faydalı videolarda görüşərik.